Deməli, yenə mən təkrar edirəm, bayaq da danışdım biraz. Deməli, Cufa rayon icra hakimiyyətinə müraciət eləmişik. Deməli, Ali Məclisin, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə də müraciət eləmişik. Ali Məclisin deputatına, Cufa rayonunda vətəndaş qəbul edəndə də ona da sözümüzü demişik. Bəli, o sağ olsun, su idarəsi müdürü ilə də əlaqə saxladı. Yaqub deyilən bir şəxslə əlaqə saxladı. Bananyorda oturan müdür Yaqubla. Onunla danışdı. Dedi, bəli, suyu verəcək, 6-cı gün suyu verəcək. Demə, Əjdər müəllimlə də, Əjdər müəllim oldu. Əjdər müəllimlə danışdıq. Qısa adı yadımdan çıxır. Əjdər müəllimlə danışdıq. Ona söz verdi ki, 6-cı gün su veriləcəkdir. 6-cı gün olduq burada. O bizi dolandıraraq, öz fikrincə, zənnincə, güya bizi alladaraq, bizə 1-ci gün söz verdi. 1-ci gün burada olduq. 1-ci gündə deməli, yenə əlaqə saxladıq o Yaqub deyilən bir şəxslə. Əlaqə saxladıq. Çünki müəllim o adama deyərlər ki, sözündə dürüst, düzlük olar. O adamın da sözündə düzlük olmadığına görə, insanlığa allatdığına görə o adama müəllim demək olmaz. Şəxsən Yaqub söz verdi ki, 1-ci gün burada olacağım. Yaxşı, 1-ci gündə saat 11 işləmiş, burada olmuşuq. Yenə əlaqə saxlamışıq Yaqubla. Yaqub bildirib ki, bizlik də icra hakimiyyətlikdir. İcra hakimiyyətinə biz əlaqə saxlayırıq. İcra hakimiyyəti ilə adam var, onunla əlaqə saxlamışıq. Mustafa müəllimlə. Mustafa müəllim bildirib ki, bizə deyiblər ki, ancaq yaşıllaşdırma verin. Deməli, bu Ordubat magistralını yolun qırağında bu yağışı bir belə ağaçlığı sütdülər yerə, məhv elədilər. Deməli, bu yaşıllaşdırmalar, bunların hamısı dövlətin ağaçlarıdır və biz bağban kimi su veririk, su varmasına baxırıq. Keçən ilə kimi SSRİ-nin dövründən su gəlib. Bu il su yoxdur. O gün də bizə bildirdilər ki, bəli, demə şəhər sovetində olanda bildirdilər ki, ondan Zapravka tərəfdə pəncərlik var, nə var, pəncər əkiblər, nə əkiblər. Deməli, pəncər əkiblər, su gedir, əsas da su gedir ora. O pəncər su içə bilər və bu ağaçlar su içənməz. Burada da, elə burada da var, ağaçlar dorğuyla tökürlər yerə, deməli, magistralını yolun qırağında. Gör, nə qədər ağac kəsib töküblər ora, yığıblar. Kəsib yığırlar ora, quruma gedir bütün ağaçlarda. Bunlar Ali Məclisin deputatın, buradan Ali Məclisə də müraciət edirəm. Sizin bunlar deputatı alladaraq, yalan danışaraq, su idarəsi müdürü vədlər vermiş ki, 6-cı gün verəcəm. İndi də deyir ki, qadın o günü verəcəm, 1-ci gün verəcəm, o gün deyib. Yenə də elə 1-ci gün burada olmuşuq, heç bir suyu ötürməyib. Su, halbuki neçə illərdir suyumuz gəlirdi. Son keçən ildən Yaqub deyilən şəxs bizim suyumuzu kəsibdir. İcra hakimiyyətinə deyirik, icra hakimiyyəti fırlayır, atır şeyin üstünə su idarəsinin. Su idarəsi fırlayır, atır icra hakimiyyətinin üstünə. Mən sizdən xahişim, mənim ağaçlarım o bötə kəsilmələr gedir. Eşdə olan ağaçlarım, onlarda da quruma gedir. Baxsam görsəm hamısını doğrub yığacam ora, kəsib yığacam ora. Buradan icra hakimiyyətinə də deyirəm. Eşi ağaçlarının hamısı məhv eləyib. Verəcəm şeyin qabağına, hamısını doğrub yığacam ora. Suyu ötürürlər bir dənə Timnoy tərəfə. Bir aydı gedirəm, bir dənə toşka gedir orada ağaçları. Gölə eləyib oralar, göl-gölməçə eləyibdir. Mən xahiş edirəm, buradan Ali Məclisə, baxın görün rayonda insanların necə incidirlər su ilə bağlı, nələr oynatırlar başına, alladaraq, vəzifə, məmur oturub orada, insanları alladaraq, bir belə yaşıllaşdırma niyə qurudusan? Niyə qurudsan? Dedi, bəli, deputata da bildirdilər ki, su var. Sadəcə biz birdən deyək, qarama suyun verərik, bunlar içərlər. Biz burada inəkzad deyirik ki, biz qarama suyu seç, biz çəkiliş, deməli, su çəkilib, o vaxt bizə çəkilən suyu mən şəxsən istifadə eləmirəm. Mən tükandan alıb suyu işlədirəm. Sən qaldı qarama suyun. Biz inəkzad deyirik ki, biz sən o verdin qarama suyu içək. Mən xahiş edirəm, buradan Ali Məclisə, dövlət qurumlarına, baxsınlar gözünə nə vəziyyətdədir. Damcı su tökülmür. Bir damcı bu vəziyyətdədir. İndi də deyir ki, bizim borcumuz deyil. Biz Ali Məclisin deputatını allatdıq, yalan danışdıq. Amma indi də borcumuz deyil ki, sizə su verək. Mən də o suyunu işlədirəm. İldə yazır 300-400 manat su pulu yazır. Mən də onu ödəyəmirəm. İldə 400 manat hardan ödəyim? Burada da quyu çıxmır.
Quyu 55 metrdən quyu çıxmır bu tərəfdə. Mən xahiş edirəm dövlət orqanlarına, indi ağaçları da göstərəcəm sizə. Baxın, bu da ağaçların kəsilməsi. Gör nə qədər ağaçlar kəsilibdir. Hamısı ağaçlar, ta burada ağac qalmayıb ki. Kəsə-kəsə gedirlər. Doğru nə var, bu kolonkaya su vurmasınlar. Buralar elə gözəl gülçək, ağaçlıq, yaşıllıq idi. Hamısında yenə də quruma var. Heç bir də şey eləmir. Kəsirlər, yığırlar, doldururlar ağaçları var. Ağaç yoxdur ki. Kəsə-kəsə gəlir. Ağaçdakı su normaldır, su vardı. Bəli, bu Ali Məclisin deputatına da bildirdilər ki, su vardı. Su vardı, verəcək. Gah dedilər, verərik, içərlər, ona görə vermirik. Belə bəhanələr gətdilər. İndi ağaçlar, həyat ağaçlarını çəkəcəm. Demək, bu da magistralın yolun qırağıdır. Ordubat yolu, magistralın yolun qırağıdır. Bir ağaçda yaşıllıq yoxdur. Hamısını quruda, məhv eləyə gediblər. Əsasda bu işə baxır, o Yaqub deyilən bir şəxs baxır. Bax, quruda gediblər. Hər yan qupquru quruyub. Hər yanda bu vəziyyətdədir. Bax, bütün ağaçları. Halbuki keçən ilə kimi su var idi, iniş ilə kimi. Bu vəziyyətə sahiblər. Hər yanda bütün ağaçlar bu vəziyyətdədir. Quruma gedib. Görsən, quruma gedib. Birasını hamısı ağacadır. Bura asası, bura asası. Dünə o kimin yanında olmuşuq? Əjdər Mallı. Əjdər Mallımın yanında olmuşuq. Bizə nə söz vermişdi ki? Söz vermişdi ki, su veriləcək. Hə, dedi 6-cı gün su verəcək. Su veriləcək. Allahdılar bizi ki, 1-ci gün veriləcək. Nə 6-cı gün su verildi, nə də 1-ci gün su verildi. Vermədik. Bir belə taca bu gündən. Su yoxdur, bir belə ağaçlarda qurumayıb bax. Bax. Kasıb hamısını yığmışam o da qura. Gəlsinlər baxsınlar. Bax hamısının kökü var, o kökdən. Köküdür. Bizi alladaraq həmişə əlavədlər verilir. Deməli, ağaçlar bax 4-5 dənə halbuki yaşıllıq olan həyat keçən ildən quruma gedib, hamısını kəsib yığıblar ora. Bizi hələ alladaraq atır icra hakimiyyətinin boynuna, icra hakimiyyəti deyilən filan kəs deməlidir, bizə deyiblər yaşıllıq, su idarəsi baxır ona, o atır su idarəsinin boynuna. Amma halbuki biz o gün aldığımız məlumata görə o pəncərlərə su gedir, şeyə getmir. Nə daxı? Bizim ağaçlara su verilmir. Burada da quyu çıxmır. 55 metrdən belə su çıxmır. 2 də artizan vurublar, su çıxmır. Bu vəziyyətdədir. Susuzluqdan qazanlara su doldururam. Ağaçları qazanla su verirəm. Bu nə hər şeydir mənim başım. Su yoxdur. Burası bizi alladır dəfələrlə. Gəlin bura Ali Məclisin deputatını allatmış ki, su verəcəm. Deməli, birinci bazar gün, 6-cı gün demişdi verəcəm su. Sonra neçə gün gəldik bura zəh vurdu dedi şeydi. 6-cı gün zəng elədik da dedi 1-ci gün. Demişdi 6-cı gün verəcək. Gəldik bura 6-cı gün bizə vəd verdi. O Yaqub dedi ki 1-ci gün verəcək. 1-ci gün nə deyir ki, bizim möhtəliyimiz yoxdur. İcra hakimiyyətinə denəyin, icra hakimiyyəti versin su. Bir belə ağaçlarda kəsilmə, quruma gedir. Bu da dövlətin ağaçlarıdır. Əziyyət çəkirik, əkirik, suyu kəsib qoyub ora. İndiyə qədər neçə illərdir gəlirdi. Son 2024-cü ilə kimi su gəlib indiyə qədər. İndi kəsiblər suyu verməksən. Biz də 200-300 manatdan, mən ayda nə qədər ödəyim? Mənim də aldığım maaş 300-400 manatdır. 300 yox, 400 manat demək olar ki. 400 manatın maaşıyla bu ailəni dolandırasan, ya ağaçlara su verəsən. Kəsək doğruq bir belə ağaçlar yığaq ora. Bura həyatdır, bura gedi. O tərəfdən arazın suyunu vururlar, bu yandan da dərəlin suyu. Bunlar bəhanə gətir ki, içərsiz o xarab suyu bir dən, ona görə vermirik. Belə deyib bizi alladır, pastanını alladıblar. Bax, həyətlər bu vəziyyətdədir, bax. Həyətlər bu vəziyyətdədir. O su qalır başına, suyu verən yoxdur. Alın başqa yerə dəyməz. Bəzə çıxacaq oradan. Demə bax, bu ağaçları, bu gülləri, deməli,
neçə illərdir o su ilə saxlayırdım. İndi içməli su ilə çatdıra bilmirəm. Deməli, dəfələrlə icra hakimiyyətinə də bildirmişik. Əjdər müəllima da söz verdi o günləri. Allahdır. Alim açsın, deməli. Alim açsın, deputatın, hüquqşünas deputatın Allahdır. Və bizə bildirdi ki, suyu verəcək 6-cı gün. Biz 6-cı gün orada olduq. Deməli, ikinci də Allahdır ki, 1-ci gün verəcəm. Biz şəhər soveti ilə də əlaqə saxladıq. Dedi, indi danışıb əllə eləyəcəm. Bax, bir belə suyu Gebrança. Bir belə gülləri, bax, küsədir. Gül çiçək eləmişəm. Burada ağaçlıqdır. Keçən 14 dənə ağac payızda kəsmişəm. İndi yenə də quruma var ağaçlarımda. Bir belə içməli su ilə 200 manat deməli, 300 manat bir ildə qırta gəlirəm suyun pulunu ödəyəmirik. Suyun pulu ayda 300 manat bu ağaç mənə verir ki, mən ayda 300 manat mən ona su pulu ödəyim. Lil su da vardı. Bəli, Əjdər müəllimə də dedilər ki, su vardı. Yaqub dedi ki, su vardı. Sadəcə vermirik ki, de, bunlar içərlər o lil suyu. Bunlar bir də cəmaatın nəsə belə, inəklər deyir ki, cəmaat sənin lil suyu içsin. Belə alladaraq indi atda icra hakimiyyətinin boynuna. Ki, bizlik də icra hakimiyyətlikdir. Mən xahiş edim, bax bir belə yaşıllıq eləmişəm. Keçən ildə 14 ağac kəsmişəm. Mənim həyətimə girən deyirdi ki, sizin həyətinizdə gün düşmür. İndi elə vəziyyətə qalıb ki, ağaçlarda quruma gedir. Mən dəfələrlə deyirəm, buradan Ali Məclisə də müraciət edirəm. Dövlət qurumlarına da müraciət edirəm. Bunlar neçə də bizi alladılar. Dəfələrlə bizi alladıblar. Ver mənə. Bu da mənim əziyyət çəkdiyim güllər, çiçəklər, eşik ağaçları. Gəlin. Demək ki, girik həyətə. Baxın, dövlət qurumlarına, icra hakimiyyətinə, nümayəndəsinə bildirmişik. Bax, gör nə qədər, bura mənim ağaçlığım. Bax, kötüklər hamısı yerdə qalır. Mən nə qədər ağac kəsmişəm mən keçən ildə. İçməli suyuna, deməli, su anbarında. Gör nə qədər ağaçlar kəsmişəm. Su anbarında yayda su olmur. Hamısı gedir suvarmaya, həyət yanı sahələrin suvarmasına. Su qətiyyən olmur. Yayda su tapamırıq. Yayda ambarda su olmur. Dəfələrlə müraciət edirəm, su kəsilib 2 gündən, 1 gündən, 3 gündən deyiblər ki, su yoxdur ambarda. Bax, bu 1. Bu 2. Bu 3. O da o kötük 4. Ağacı kötük 5. Baba ağaçlara qurumaya bax. Cavan ağaçlardır. Bu da bizim ağaçlardır. Hamısında baxın. Ağaçlara baxın. Quruma. Quruyub ağaçlarda. Kəsə gedirik. Gör nə qədər ağaçlarımız quruyubdur. Dəfələrlə müraciət edirik. Bizi həmişə də yalan vədlər vermək, insanları allatmaq. Bir şey ki, bunlar Ali Məclisin, deputatın Əjdər müəllimi allatdılar. Gör indi vətəndaşı nə vəziyyətə qoyurlar. Vətəndaşı nə vəziyyətə salırlar. Baxın. Bunlar da mənim Bakıdan gətirdim karoloklarımdır. Əziyyət çəkmişəm. Amma içməli su ilə bunu çatdırmaq olmur. Dəfələrlə demişəm, insanları allatmayın. İnsanlara yalan danışmayın. Bu ağaçlara bax. Ağacın yarısı var, yarısı yoxdur. Xahiş edirəm Ali Məclisdən baxsın. Sizi bunlar alladandan sonra gör indi vətəndaşı nə günə qoyurlar. Gəlsən heç deməli müraciət eləməyə icra hakimiyyətinə şəxsi başlı insanlar da heç qəbul eləmir. Heç kim qəbul eləmir. Xahiş edirəm, bax da gələsiniz. Mən yoxsa suyu işlədəcəm, 304 manatlıq kim ödəyər?